Davam edirik. Azərbaycanda erkən kəsim problemi son illərdə heyvan sayının azalmasına səbəb olub və bu ərzaq təhlükəsizliyi üçün risk yaradır. Aktanın başlatdığı erkən kəsimə son kampaniyası da bu tendensiyaya diqqət çəkməyə məqsədə daşıyır. Milli Məclisin deputatı Fazil Mustafa erkən kəsimə son təşəbbüsünə qoşularaq cəmiyyətə mühüm mesaj ünvanlayıb və onun sözlərinə görə erkən kəsim həm kənd təsərrüfatının inkişafına mane olur, həm də uzun müddətli problemlərə səbəb ola bilər. Gəlin izləyək. Son illərdə Azərbaycanda həm iri buynuzlu heyvanların, həm də xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Həm də Azərbaycan üçün əhəmiyyətli riskləri gündəmə gətirir. Həm ərzaq təhlükəsizliyinizlə bağlı böyük problemlər yaradır. Eyni zamanda kənd təsərrüfatının inkişafına neqativ təsir göstərir. Qoyunçuluğun və maldarlığın inkişafına da əhəmiyyətli təsirini göstərir. Və belə bir vəziyyətdə Azərbaycan hökumətinin müvafiq qurumlarının atdığı addımlara və göstərdiyi təşəbbüslərə cəmiyyət üzvləri, ziyalılar mütləq dəstək verməlidirlər. Və bu ona görə vacibdir ki, belə bir tendensiyanın qarşısını indidən almasaq, bu gələcəkdə bizim üçün həm də bioloji təsirlərdən başqa insan sağlamlığı üçün də narahat edici problemləri aktuallaşdıracaqdır. Bu baxımdan əsas səbəb olaraq göstərilir ki, iri buynuzlu heyvanları 6-9 aylığında kəsmə ənənəsi, eyni zamanda xırda buynuzlu heyvanların da 3-5 aylığında kəsilməsinin adi hala çevrilməsi bu heyvanların vaxtından əvvəl tələf olmasına gətirib çıxarır. Burada həm onu kəsən insanlar, həm onu istehlak edən insanlar təkcə bioloji və ərzaq təhlükəsizliyi faktorlarını bir kənara qoysaq, həm də mənəvi məsuliyyət daşıyırlar. Çünki bu heyvanlar yetkinləşmədən, bala vermədən, hansısa bir şəkildə özünün məhsuldarlığını ortaya qoymadan onun tələf olunması böyük bir ərzaq problemini gündəmə gətirir və bu mənəvi kateqoriyadan çıxış edən insanlar mütləq bu prosesin dayanmasına öz töhfəsini verməlidirlər. Hər kəs öz nəfsinə sahib çıxmalıdır və bu heyvanların erkən yaşda kəsilməsinə dur deməyi bacarmalıdır.